Hem bu sivilizasiyalarda elə bir şey, müəyyən təbii landşaftlar qurulmuşdur. Məsələn, çöl landşaftı, çay landşaftı, sonra dəniz, səhra falan burada formalaşır. Həm bu sivilizasiyadakı yayıldığı yerdən kənara çıxanda, yəni onun inkişafı zəifləyirdi. Məsələn, Misir sivilizasiyası Nil çayının sahillərinə, sonra Türk sivilizasiyası Mərkəzi Asiya falan yayılmışdı. Yəni, həm buradakı inkişafı zəifləmişdi həm bu sivilizasiyanın. Həm bu şeylərdəki orada yaşayan xalqların yəni həyat tərzinə də təsir göstərə bilir. Məsələn, buna misal Ərəbistanın paltarların, geyimlərin, onların yaşayış şəraitinin, sonra adət-ənənələrin falan buna misal göstərmək olar. Yəni ona uyğun formalaşmışdır həmin şeylər. Buradakı həmin o assimilasiya, yəni dəyişmə. Yəni ona məruz qalmışdı həm bu Misir. Assimilasiya uğramışdı. Mən bu sivilizasiyalardakı yəni həmişə bir-birini əvəz edir. Yəni tarix boyu bir-birini əvəz edir bu sivilizasiyalar. Məsələn, mən bu böyük coğrafi təkvarda, yəni yeni dünya. Həm bu yeni dünyaya da gələn adamlar da ki, həm yaymışdılar da həm bu sivilizasiya. Məsələn, yəni bunlar indiki dövrdə bundan fərqlidir də həmin şey. İndiki dövrdə məsələn Çindir, Koreyadır, Afrika falan, yəni bunlar gəlir Azərbaycana, həm bu miqrantlar deyir, yəni başqa ölkə. Əvvəlcə nisbətən belə deyək də yer dəyişmə baş vermişdi, eləmi? Bəli, miqrasiya mərkəzləri dəyişmişdi, bəli. Həm bu dediyim ki, o Çin, Kore falan gəlib bu Avropa ölkələrinə. Burada ki, həm öz adət-ənənələrini qoruyurlar, həm də ki, yəni onların ənənələrini yəni saxlayırlar. Elə bir ki, əgər şərqdən gəlirdilərsə, həm öz, yəni şərq adət-ənənəsini qoruyur, həm də qərbə uyğunlaşdırdılar, eləmi? Bəli. Aha. O qədər. İndi opsi dərsimiz Türk dünyasının sivilizasiyası. Türk dünyasının sivilizasiyası yəni lap əvvəllərdə, yəni Avrasiyanın ən qədim sivilizasiyalarından biri olmuşdu. Yəni bunlar yəni Avrasiyanın çöllərindən, yəni geniş çöllərində məşhurlaşmışdılar. Burada da məşhurlaşmada hazırda məsəl üçün Türk xanlıqları harda, xanlıq deyirəm, xalqları harda yerləşir. Məsəl üçün Orxon Yenisey tərəfdə, ondan sonra Qafqazda. Deyə xanlıq yada düşüb. Mərkəzi Asiyada, Kiçik Asiya yarımadasında, Qafqazda, ondan sonra Aralıq dənizi sahillərində falan Türk xalqları indi yaşayır. Həmin bu vaxt əvvəlki, yəni orada Asiyada yaşayan türklərin, yəni böyük çöldə yaşaması onlar üçün biraz əlverişli olmuşdu. Çünki mən burada bir çox malqara falan, yəni maldarlıqla məşğul olmuşlar bu çöllərdə. Həmin bu türklərin çöllərdə falan yəni getməsi, yer tapması bu xalqların böyük köçü adlanırdı. Bu xalqların böyük köçü də ki 300 il bundan əvvəl, yəni necə deyim, 300 ilə qədər davam eləmişdi. Yəni eramızdan 2-ci əsrdə 300 min il əvvəl davam eləmişdi. Ondan sonra bu türk adları da var idi. Mənim türk mənşəli adlar. Böyük köçü deməli əslində 3-cü, 6-cı əsrləri əhatə edib. 4-6 da deyirlər, 3-6, 3 əsr əslində davam edib, bəli. Sonra bəzi türk mənşəli adlar da var idi. Bu 6 dənə idi. Biri Yenisuydu, Bəygöl idi, ondan sonra Tümən idi, İstigöl, bir də Hacı Tərxan. Hacı Tərxan, hər yerdə var da Tərxan. Tarixdə var, coğrafiyada var. Biz də deriniz, mənim. Sonra mənim zahiri əlamətlərinə görə də türk xalqları bir-birlərindən fərqlənir. Bu zahiri əlamətlər də nə deməkdir? Məsəl üçün Uyğurlar, ondan sonra Yakutlar, Qırğızlar, bunlar zahiri əlamət Tərxan, yəni ki, irqi Mongoloid. Mongoloiddir. Müəyyən hissəsində görə insanların bir-birinə fərqlənməsidir. Müəyyən bir hissəsində Qaqovuzlar, ya ondan sonra Karaimlər, bunlar da ki Avropoiddir. Sonra mənim türklər, məsəl üçün Azərbaycan, türkmənlər, türklər falan, bunlar da ki hər iki iqlimə aiddir görünüşünə görə. Bizim ölkə, yəni Azərbaycanın ən çox Avropoid iqliminin cənub qoluna aiddirlər. Biz necə oluq? Adətən bəstə boylu,
Qara qəhvəyə saçlı, qəhvəyə gözlü bəli, belə oluruq. Qara buğdayı adətən. Amma Albanlar Fərxan demişdim də, onlar bizim əcdadlarımız olan Albanlar bəli, hündür olublar, 2 metrə yaxın boyları olub, mavi gözlü, ağbəniz olublar. Sonra təbii ki, dəyişir də, yəni. Nigahlar, fərqli nigahlar olduqca insanlar da dəyişir, bəli. Aha, sonra mənim onların yəni adət-ənənələri falan da fərqli olmuşdu, dillər də fərqli olmuşdu. Belə ki, yəni bəzi şeylər rus dilləri ilə, bəzi türk dövlətləri ərəb dili ilə, bəzi türk dövlətləri yəni indiyənə qədər olan türk dövləti ilə danışırdılar. Ondan sonra türk dillərinin dini inancları, türk dillərinin dini inancları məsələn indi Monqolistan var, onlar əvvəl Tengriyə inanırdı, yəni göy tanrısıydı. İndi türklər falan Azərbaycanda yəni Allaha inanırlardı. İndi bunların da dini inanclarını yəni necə şey deyirlər? İslama aid olanlar türklər, Azərbaycanlılar, türkmənlər, tatarlar, özbəklər, ondan sonra qırğızlar, sonra bunlar, Buddizmə aid olanlar Tuvallar, Şamana aid olanlar Altaylar, Xristianlığa aid olanlar Çuvaşlar, bir də ki hansı bir şey də var idi. İodizm. İodizmə də aid olanlar Karaimləri nə idi? Onlar idi. Karaimlər nə? Başqa hansıydı? Kırımşatlar idi. Hə, o Kırımşatlar da var. Hə, Kırımşatlar. Var İodizm aid olanlar. Aha. Aynen.